Değerli kardeşler, muhterem Müslümanlar, elhamdülillah bugün bayram günüdür. Bugün Müslümanların sevinçli günleridir. Kardeşler, bu bayramı ölkemizde olan diğer bayramlardan çok şey farklıdır. Her şeyden önce onu diyelim ki, içinde olduğumuz bu bayram, alemlerin Rabbi olan Allah tarafından çizilmiştir. Ancak bunun haricinde olan bayramlar ise, kiminse doğum tarihine göre, kiminse hansısa hükümdarın emrine göre veya hansısa adet-ənənəyə göre edilir. Ama lakin bu bayramı değerli kardeşler, alemlerin Rabbi olan uca Allah seçmiştir. Bu gün çok əzəmətli bir gündür. Müslümanların sevinmesi gereken bir gündür. Kardeşler, Ramazan ayı artık bitti. Ve hazırda Şaban ayındayız. Kim Allah'a sadece Ramazan ayında ibadet edirdisə, bilsin ki artık Ramazan ayı bitti. Ama lakin kim Allah'a vaxt koymadan, zaman koymadan, ay koymadan, fark koymadan ibadet edirsə, bilsin ki Allah Azze ve Celle El-Hayyul Qayyum diridir, ebedidir ve ezelidir. Allah Azze ve Celle Ramazan ayını bizim için Ramazan ayında oruç tutmağı bize nasip etti elhamdülillah. Ve dedi ki Ramazan ayı öyle bir aydır ki o ayın misli yoktur. Ve Allah Azze ve Celle rahmetindendir ki bu ayda bizi kavuşmağı nasip etti bu yıl. Kardeşler, Allah Azze ve Celle Kur'an-ı Kerim'de buyurur ki Ya eyyühellezine amenu kutiba aleykumus-siyam kema kutiba alellezine min qablikum leallekum tettekun. Ey iman getirenler! Ramazan orucu sizden evvelki ümmetlere farz kılındığı kimi, vacip edildiği kimi size de farz kılındı, vacip edildi ki olabilsin Allah'a karşı gelmekten çekinesiniz, takvalı olasınız. Demek ki değerli kardeşler bu Ramazan ayı, bu ayda edilen oruçlar, tutulan oruçlar, kılınan namazlarından esas hedef Müslümanların takvalı olması içindir. Kardeşler, Allah Azze ve Celle bu aya öyle bir bereket vermiştir ki bu ayda Ramazan ayında 1000 aydan daha hayırlı gece var idi. Ve hepsini değerli kardeşler Allah Azze ve Celle Ramazan ayında oruç tutanlar için büyük mükafatlar vermiştir. Bakın cennetin 8 kapısı vardır ki o kapılarından birinin adı Er-Rayyan adıdır. Rayyan kapısından sadece ve sadece oruç tutanlar girebilecektirler. Ve hadislerde sabit olup ki cennet kapılarının birinin eni 40 yıllık gedilen mesafe kadar genişliktedir değerli kardeşler. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Allahu Ekber, Allahu Ekber ve lillahil hamd. Kardeşler Allah Azze ve Celle Kur'an-ı Kerim'de buyurur ki وَاِنَّمَا تُوَفَّوْنَ اُجُورَكُمْ يَوْمَ الْقِيَامَةِ Siz kıyamet günü hiç bir eksiklik olmadan sizin mükafatınız verilecektir. Ve hemçinin Allah Kur'an-ı Kerim'de bize haber verir ki فَلَا تَعْلَمُ نَفْسٌ مَا اُخْفِيَ لَهُمْ مِنْ قُرَّةِ اَعْيُنْ جَزَاءً بِمَا كَانُوا يَعْمَلُونَ Onlar için ettikleri salih emellerin karşılığı olarak gözlerine sevinç verecek ve hiç kese belli olmayan, herkesten gizli kalan mükafatlar var denir Allah Azze ve Celle. Kardeşler, bu ayda elhamdülillah Allah bize nasip ettiği oruç tuttuk ve Allah Azze ve Celle'nin bizim üzerimizde çok büyük nimetleri vardır. Dedi ki Allah buyurur ki وَاِنْ تَعُدُّوا نِعْمَةَ اللّٰهِ لَا تُحْصُوهَا Eğer siz Allah'ın nimetlerini saymaya kalksanız hiç vakit o nimetleri sayıp bitirebilmezsiniz diyor Allah Azze ve Celle. Ve bu nimetlerin en başında gelen nimet değerli kardeşler iman nimetidir. Allah'a hamdolsun ki biz iman getirmişiz. Ve düşünün eğer Allah korusun iman getirmeseydik halımız ne olardı, harada olardık. Bu Allah'ın bize büyük bir nimetidir. Bu nimeti hatırlayıp ve daim Allah'tan bunun için sevap dilemeliyiz. Ve hedefimiz sadece ve sadece iman üzere ölmüş olmaktır değerli kardeşler. Kardeşler, Allah Azze ve Celle iman getirenlere öyle əzəmətli mükafatlar vermiştir ki, onları yeryüzünde iman getiren kullarını en hayırlı insanlar etmiştir. Bakın Allah Azze ve Celle Kur'an-ı Kerim'de buyurur ki İnnellezîne âmenû ve amilus sâlihât
Ulaikahum hayrul bəriyyə. İman gətirib və salih əməllər, yaxşı işlər görənlər, bax onlar yaradılmışların ən xeyirlisidir, deyir Allah Azze ve Celle. Məxluqatın ən xeyirlisidir. Bu ayətdən də görürük ki, iman gətirib və əməli salih olan insanlar, onlar yeryüzündə, kainatda var olan ən üstün insanlardır. Və həmçinin dəyərli qardaşlar, Allah Azze ve Celle Quran-ı Kerimdə çox yerdə iman gətirənləri haqqında xəbər verir. Baxın, bir ayda gəlmədə Uca Allah buyurur ki, ثُمَّ نُنَجِّ رُسُلَنَا وَالَّذ۪ينَ آمَنُوا. Sonra biz peyğəmbərlərimizi və iman gətirənləri qurtararıq, deyir Allah Azze ve Celle. Sonra ayetin haqqında Uca Allah buyurur ki, كَذَٰلِكَ حَقًّا عَلَيْنَا مُنْجِ الْمُؤْمِنِينَ. Beləcə, müminləri qurtarmaq bizim üzerimizdə bir haqdır. Və həmçinin dəyərli qardaşlar, Allah Azze ve Celle iman gətirən qullarını o kadar şərəfli, o kadar onlara böyük nimət vermişdir ki, kainatda var olan ən müəzzəm bir məxluq vardır, o da ərşdir. Ərşdən böyük bir məxluq yoxdur, dəyərli qardaşlar. Onun üçündür ki, Quran-ı Kerimdə bir neçə yerdə Uca Allah Rabbul Arşil Azim deyir, əzəmətli ərşin Rəbbi deyir. Ərş yaradılmışlar arasında ən ağır və ən böyük olandır. Və hətta bu ərşin əzəmətini, böyüklüyünü bildirmək üçün əsərlərdə gəlib ki, səmanın birinci qatı, bu arada onu deyəlim ki, səmanın birinci qatı gecə vaxtı bizim gördüyümüz ulduzlar hamısı birinci qatdır. Və müasir alimlər deyirlər ki, birinci qat, onların gördükləri bu birinci qatı uzunu, yəni məsafəsi, diametri 9 milyard işıq ilına bərabərdir. Və bir işıq surəti isə saniyədə 300 min kilometrdir. Və bu bunların bildikləridir. Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, səmanın birinci qatı, ikinci qatına nisbətdə səhrada atılan balaca bir üzü üçün bir şeydir. İkinci qatı, üçüncü qata nisbətdə səhrada atılan balaca bir üzü üçün bir şeydir. Artıq görsandır. Həmçinin 2, 3-ə, 3, 4-ə, 4, 5-ə, ta 7-yə qədər bu şəkildə davam edir. Sonra səmanın 7-ci qatı da kürsüyə nisbətdə səhrada atılan balaca bir üzü üçün bir şeydir. Sonra kürsi də ərşin yanında səhrada atılan balaca bir həlqə kimi, üzü üçün bir şeydir. Allahu Ekber. Və dəyərli qardaşlar, Allah Azze ve Celle bizə xəbər verir ki, o gün qiyamət günü ərşini 8 mələk daşıyacaqdır. Baxın, bu 8 mələk həzm cəhətdən digər mələklərin ən böyükləridir. Və o mələklər iman gətirənlərə dua edirlər, subhanallah. Baxın, iman gətirmək elə bir dəyərli bir nimətdir ki, iman gətirən şəxs Allah qatında ən əzəmətli insanlardan olur. Və o ərşi daşıyan mələklər haqqında Uca Allah bizə xəbər verir ki, Əstaizu billah, Əl-ləzīnə yəhmilunəl arşə və mən həvləhu. Ərşi daşıyan və ətrafında olan mələklər Yüsəbbihunə bihamdi Rabbihim və yu'minunə bih. Onlar Rəblərinə təsbih gətirərlər, durmadan təsbih gətirərlər, həmd gətirərlər və onlar Allaha iman gətirərlər. Baxın, biz bilirik ki, zaten bütün mələklər Allah Azze ve Celle iman gətiriblər. Nə üçün burada Allah Azze ve Celle onların iman gətirdiyini ayrıca zikr etdi? Alimlər təfsirdə deyirlər ki, bunun səbəbi olur ki, o iman gətirmənin nə qədər əzəmətli, nə qədər şərəfli bir şey olduğunu bildirmək üçün. Və həmin bu ərşi daşıyan əzəmətli mələklər dua edib deyərlər ki, وَيَسْتَغْفِرُونَ لِلَّذ۪ينَ آمَنُوا. Və onlar iman gətirənlər üçün Allah'tan bağışlanma diləyərlər. Subhanallah. Baxın, bu əzəmətli mələklər Allah'a təsbih edə-edə etməklə bərabər eyni şəkildə iman gətirənlər üçün Allah'tan bağışlanma diləyirlər. Və üstəlik, təkcə iman gətirənlər yox, onların ata-anaları, valideynləri, zövcələri və zürriyyətlərindən əməli salih olanlar üçün də dua edirlər, subhanallah. Bu da iman gətirmənin nə qədər əzəmətli, nə qədər şərəfli olduğunu bildirir. Qardaşlar, Ramazan ayında tutduğumuz oruç bizi, bir müsəlmanları bir növ mələklərə bənzədir. Biz bilirik ki, insanların yaratılmasından öncə Allah Azze ve Celle mələkləri yaratmışdır. Və mələklər də səcdə halında, ruku halında və qiyam halındadırlar, dəyərli qardaşlar. Resulullah sallallahu aleyhi ve sellem miraza qalxdığı zaman Allah Resulü gördü ki, elə böyük mələklər var ki, onlar yaratıldığından etibarən qiyam halında Allahı təsbih edirlər, bir an belə deyamırlar və qiyamət gününə qədər.
İkinci bir grup böyük mələklər vardır ki, onlar ruku halında durmadan, yaradıldığı vaxtdan bəri ta qiyamət gününə qədər Allah'a təsbih gətirirlər. Üçüncü grup böyük mələklər vardır ki, onlar da səcdə halında durmadan Allah'ı təsbih edirlər və qiyamət günü sonra üfüldüyü zaman başlarını qaldırıb deyəcəklər ki, Rəbbimiz, biz səni haqqı ilə təsbih edə bilmədik, subhanallah. Və buradan görür ki, bu mələkləri də ruku, səcdə kimi ibadətlər var idi. Müsəlmanlar oruç tutduqları zaman onlar iftarlarını açana qədər hər bir anı ibadət içindədir. Bu yöndən mələklərə bənzəyirlər. Çünki oruç tutan insan o iftarını açana qədər hər bir anı ibadət halındadır, dəyərli qardaşlar. Və gecə olduğu zaman da namaz qılarlar, dua edərlər və onlar oruçlu olduqları zaman da yeməyə və içməyə ehtiyacı olduğu halda onu Allah üçün tərk edərlər. Qardaşlar, onun üçündür ki, Allah Azze ve Celle'nin bizim üzerimizdə böyük neymətləri vardır və bu neymətlərin ən başında da iman neymetidir. Dedik ki, bugün çox əzəmətli bir gündür, bugün bayram günüdür və müsəlmanlar öz aralarında tez-tez bunu eşidirəm, deyirlər ki, Ramazan ayı necə gəldi, necə getdi, hiss etmədik. Eyni şəkildə də bizim ömrümüz də bu şəkildedir, dəyərli qardaşlar. Biz insanların da ömrü sonlandığı zaman insanlar ömrünün nə qədər qısa olduğunu fərqinə varacaqdırlar. Və həmçinin bəzi alimlər qeyd edirlər ki, insanlar öldükləri zaman sanki yuxu görmüş kimi bu dünya həyatı onlara görsənəcəkdir. Onun üçündür ki, bu aydan faydalanalım və dedik ki, Allah Azze ve Celle'ye oruç tutmaq, Allah'ı ibadət etmək təkcə Ramazan ayına ait deyil. Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, kim Ramazan ayının orucunu tutarsa, Şəvvaldan da 6 gün oruç tutarsa, bir il oruç tutmuş savabını alır. Subhanallah. Bakın ne kadar büyük fürsətlər var elimizde. Ramazan ayını tuttuk, Ramazan ayından sonra Şəvval ayından 6 gün oruç tutan kimsə, bir illik oruç tutmuş savabını alacaqdır. Və kimin qədası varsa, təbii ki, ilk öncə qədasını tutsun və bu 6 gün oruç tutmaq arada tutulmaq şərt deyil. Şərt deyil ki, arada tutulsun. Yəni, Şəvval ayında 6 gün oruç tutmanız sizə bu sevabı alınmazda ifade eder. Və alimlər bunu açıqlıqla deyirlər ki, sevablar Allah'ın rəhmətindəndir ki, onlar 10 qatdan başlanır 700 qata qədər. Və Ramazan ayında 30 gün olduğu üçün onları da ona vurduqda 300 edir. Ondan sonra isə 6 günü də ona vurduqda 60 edir və beləliklə bu sanki bir il oruç tutmuş kimi olursunuz. Qardaşlar, Ramazan ayı getdi, lakin biz inşallah, elhamdülillah bu Ramazan ayından ki, inşallah ki, faydalanmışıq və biz inşallah ibadətlərimiz daha da artırmalıyıq. Və qardaşlar, bayram günü müsəlmanlar sevinməlidir. Və bayram günü müsəlmanlar ən çox ehtiyacı olan şeylər bir-birlərini əhv etmələridir. Baxın, Resulullah s.a.v. buyurur ki, La yədxulul cənnətə qati'. Cənnətə qohumla əlaqəsini kəsən girməz deyir. Bu ayda dəyərli qardaşlar, Allah üçün bir-birlərinizi əhv edin və kim kimlə küsürüdürsə, qohumlarının olsun, dostlarının olsun, onlarla barışmağa səy göstərsinlər. Bu əzəmətli bir gündür, dəyərli qardaşlar. Onun üçündür ki, müsəlmanlar gərək bu Ramazanın feyzindən bunu əməl etsinlər və müsəlmanlar ən azından cəhd etsinlər ki, qohumlarla ilişkilərinə cəliş versinlər. Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Allahu Ekber və lillahil hamd.